3 elementdir, onlardan mənim fikrimcə ikisi həll olunubdur. Biri barədə biz daha çox sahibkarlardan eşitmək istərdik. Bunlar nədir? Biri bağlantı məsələsidir, ikincisi ticarət rejimi mövzusu məsələsidir. Yəni, keçmiş MDB məkanı ilə Orta Asiya daxil olmaqla azad ticarət sazişləri, əgər biz Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan kimi bazarlardan danışırsa, preferensial ticarət sazişləri, bunların biz daha çox sahibkarlardan eşitmək istərdik ki, hansı bazarlarda onlar öz məhsullarını çıxartmaq istər, lakin bugün Azərbaycan Respublikasının müvafiq ticarət sazişləri olmadıqlarına görə gömrük rejimləri, yəni yüksək gömrük ixal tarifləri harada, hansı bazarlar sizin üçün maraqlıdır? Nəyə görə mən ixraca köklənirəm? Çünki yenə də uzun müddətdə ölkəmizin dayanıqlı inkişafı yalnız yerli bazarda fəaliyyətdən keçmir. O da tamamilə aydındır ki, heç də hər bir müəssisə öz məhsulunu ixrac edə bilməyəcək. Lakin bu standart o müəssisə ki, ixrac səviyyəsinə çatacaq, avtomatik olaraq deməli, daxil ölkə bazarında da bu sizin rəqabət qabiliyyətinizin təmin edilməsini və bazarda yüksək paya sahib olması nəticəsinə gətirib çıxaracaqdır.